icra hakimiyyətindən və prezident aparatından gəldi. Mən inana bilmirəm ki, cənab prezident bizi bu vəziyyətdə qaçqın köçkün eləyə. Yəni şəhərin ortasında, yəni bizi gecə ilə 26-sı günüsü polis gücünə döyə-döyə qadınların qollarını bükdülər, yoldaşlarının gözünün qabağında. İnanın onlara zor tətbiq edərək, yəni kişilərinin gözünün qabağında qadınlarını maşına soxdular. Kişilərini də dubinka ilə döydülər, 18-ci polis bölməsi. Kişilərini də döydülər və dillərindən kağız aldılar ki, bura yaz ki, özüm yıxılmışam. Bütün sosial şəbəkələrdə bunu göstərir, amma səsimizə səs verən yoxdur. Salam dostlar, Ayvazoğlu TV efirdə sizinlə mən Şahəddin Elxan Mayrov. Xoş gördük hər birinizi. Və mən bu sujeti görəndə düzünü deyim ki, biraz alındım, bilirsiniz niyə? Ona görə ki, baxın, mən İlham Əliyevin bir sərəncamı ilə bağlı danışmalıydım. Amma bunu görəndə daha bundan o tərəfəsi təsəvvür eləmirəm. Gəlin, baxaq, bir 10 il bundan qabağa. Məsələn, deyək 10 il bundan qabaq İlham Əliyev və onun bandası, məsələn, deyək ki, qadınlara əl qaldırmırdı. Yəni, şeydə belə ehtiyat edirdi ki, bu kiminsə xətrinə dəyə bilər, kiminsə qızışdıra bilər filan. Və illər geçdikcə baxdın ki, deyək, qadın polislər meydana gəldi filan, əvvəllər qadınları həbs eləmirdilər. Sonra başladılar da hətta 18 yaşından olan qızlarımızdan başladılar, dostlar. Biri var ki, hansısa deyək ki, aktivdə və yaxud da deyək ki, istənilən mağazada filanda artıq çəkkiyə görə və yaxud da nəyə görəsə qadınları cəzalandırırlarsa, bugün artıq 18, 19, 20 yaşında bizim başıra qızlarımızı başladılar həbs eləməyə. Üstündən biraz da keçdi və İlham Əliyev baxdı ki, artıq yavaş-yavaş sındıra-sındıra gəlir. Və başladı sındıra-sındıra gəlməyə. İndi təsəvvür edin. Kişilər. İndi artıq, sujetdən deyildiyi kimi, indi artıq ərinin gözünün qabağında arvadı nətər lazımdır döyürlər, deyək ki, qolquz eləyirlər də atırlar polis maşınına. Sonra kişiləri də aparırlar. Təsəvvür edin. Biabırsılıqdır bu. Yəni bu artıq o deməkdir ki, İlham Əliyev daha bütün sərhədləri keçib. Təsəvvür edin, aparırlar polisə, əri. Gözünün qabağında arvadına nə istəyirlər eləyir polislər. Ondan sonra da kişilər də aparır şeydə qəşəng, o 38-ci polis bölməsi dedi də, orada qəşəng, elə ürəyin istəyən istadırlar, qəşəng döyürlər dubinki ilə filanla. Sonra da bir şey yazdırırlar ki, bəs biz polisdə xəsarət almamışıq, yıxılmışıq, bəs bu xəsarət olunan. Yəni, baxın dostlar, yəni, dünən İlham Əliyev deyək ki, nədən ehtiyatlanırdı, bugün artıq o bilir ki, nə qədər lazımdır, yəni, oturub, yəni, nailiyyət əldə eləyib, yəni, və istədiyini eləyir. Qadın, kişi, oğul, uşaq, fərqinə yoxdur. Fərqinə varmaz. Bizcə bunun hakimiyyətinə toxunmasınlar deyə hansı şərəfsizliyi, hansı ləyaqətsizliyi desən eləməyə hazırdır İlham Əliyev.